Acılı bal soslu KFC hazırlayaq. Öz aramızda evdəkilərin ürəyi getdi. İstəyirəm siz də edəsiniz. Öncə toyuq fileləri dada gətirmək üçün qarışım hazırladım. Qatıqla sekret vkuzanın mayonezini qarışdırdıqdan sonra bura əlavə edib üstünə soğan dilimləri, ədvalar, qazlı su, duz da əlavə edib yaxşı-yaxşı ovuşdura qarışdırıb 30 dəqiqəlik gözlədirəm. Vaxt olana kimi acılı ballı sosu hazırladım. Balın üzərinə həm təzə, həm də quru acı biber əlavə edib ocağa yerləşdirirəm. Qaynatmıram. Sadəcə isidirəm ki, acısı bala keçsin. Alma sirkəsi də əlavə edib süzürəm. İndi isə sıra gəlir fileləri una bulamağa. Özü də 2 dəfədən. Hər dəfəsində də gördüyünüz kimi yaxşı-yaxşı sıxıram ki, canına hopsun. Hamısını bitirdikdən sonra sıra gəlir onları 175 dərəcədə qızartmağa. Onlar qızılı rəng alana kimi acılı balın üzərinə barbekü sos və kərə yağı əlavə edib qarışdırdım. Ardıca sekret vkusanın yeniliyi olan zeytunlu mayonezlə mənim sevimli sosumu hazırlayıram. Hər dəfə bu mayonezləri seçmə səbəbim palma yağsız, halal sertifikatlı və su salmayan olmasıdır. Vəssalam, KFC-lər hazırdır. Üzərinə də acı bal və barbekü sosunu da gəzdirdikdən sonra nuş edirik.